Salamlar hər kəsə. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bu günləri sizinlə imtahan nəticələri çıxandan sonrakı fikirlərimi bölüşmək istəyirəm. Hansı ki, hələ də demotivated olaraq mən də davam edirəm. Çünki bu il həqiqətən də keçən ilə nisbətən yüksək bazalı 300 bala namizəd şagirdlərim həqiqətən də çox idi. Hələ 100 ballıq namizəd şagirdlər demirəm. Və hər birini nəticə çıxanda ilə o qədər çox mesajları var idi ki, artıq ürəyim dözmürdü də. 20 mesaja cavab verirdim, sonra növbəti gün 20 mesaja cavab verirdim. Çünki hamısına baxıram nəticələrdə, hamısı düz, ya essedən yarım bal kəsilib, ya essedən çox da bal kəsilən olmayıb, yaxşı yoxlanılıb. Yəni olduğu kimi haqqını deyim, yaxşı yoxlayıblar. 1-2 dənə nüanslarda essedən durduq yerə bal kəsilən anlar olub. Onlara da demişəm ki, mütləq şəkildə apellyasiya versinlər. Ya diqqətsizlik səhv eləyiblər, qrammatikada hamısı düz. Ki, yəni bu imtahanda listeningin hamısını düz yazana həqiqətən də ayrıca bir halal olsun düşür. Çünki dinləmə çətin olmasa da, yəni qoyulma şəraiti özümüz də bilirdik ki, yaxşı deyildi. Və nə qədər şagird ya ingilis dilindən, ya da Azərbaycan dilindən bal itirdi. Xüsusilə də dinləmədə. Ona görə çox demotivated hiss eləyirdim. Niyə? Çünki mən daxil, şagirdlərim də məndən çox deyərdim. Yəni, çox əziyyət çəkdi. Düzdür, 3 buraxılış fənlər içərisində ən rahatı ingilis dili düşürdü bu vaxta kimi. Bu il də deyərdim ingilis dili idi. Sadəcə dinləmədə olan, belə deyim, həm müraciət edən şagirdlərin sayı çox idi. Bəlkə ona görə də oluna bilər. Dinləmənin səsinin keyfiyyətinin aşağı olması nə qədər şagirdin 100 balda, yəni 100 baldan aşağı nəticə toplamasına gətirib çıxartdı. Düzdür, 100 balım var, amma istəyərdim ki, keçən ildən də yüksək səviyyədə olsun. Çünki keçən ildən daha yüksək səviyyədə şagirdlərlə işləmişəm. Və insana o dəyir ki, həqiqətən bu şagird layiq idi axı bu bala. İnanın o qədər, yəni hələ özümü toparlayıb nəticələri paylaşa bilməmişəm. Onlara da vaxt eləyib ya bugün ya sabah ərzində paylaşacağam. 285-dən yuxarı nə qədər şagirdim var? 88, 89, 93, 95 də var səhv eləmirəmsə. Yəni, yadımda da olmaya bilər, qarışdıra bilərəm. Yəni, o qədər təsirlənirəm ki, yəni, bu şagird onsuz bu balı yığacaq da. Nəyə görə ya dinləmədən, ya da Azərbaycan dilinin bir açıq sualından bal itirsin. Yəni, mənlə bərabər bütün şagirdlər də belədir deyərdim. Layiq olduğu balları demək olar ki, ala bilmədilər, toplaya bilmədilər. Və mən düşünürəm ki, bu il qədər yüksək bazalı olan şagirdlər bəlkə də olmayacaqdır. Yəni, mən artıq 9-cu ilimi sonlandırdım. 9 il ərzində ən güclü bazalı şagirdlər bu il idi deyə düşünürəm. Həmçinin də OTK şagirdlərimizi rahatlaşdırdı deyə biraz nəticələr ürək açan olmadı. Məsəl üçün, keçən il maşallah həqiqətən də nəticələr daha yüksək idi deyə düşünürəm. Həmçinin də şagirdlərin motivasiyası da yüksək idi. Yəni, olur hər imtahan nəticəsi çıxanda bəli, şagird demotivasiya olur ki, hə, ay mənimlə belə oldu, nə bilim, sürüşdürmə elədim. Amma burada belə deyil. Şagird düz saydığı, hesabladığı sualı cavablar çıxandan sonra səhv kimi görəndə və yaxud açıq sualdan balının lazımsız yerə kəsildiyini görəndə çox həvəsdən düşür. Yəni, həqiqətən də bloka heç hazırlaşmaq istəmədiklərini görürəm, həvəssiz olduqlarını görürəm. Üstəgəl bundan sonra da məktəbdə də məzuniyyətlə bağlı hazırlıqlar var. Onunla bərabər də məsələləri çatdırmaq, idarə etmək çətindir bilirəm. Amma ki, əsas məsələ nədir? Blok imtahanından layiq olduğu balı görməyən şagirdlər var, yəni yığmayan şagirdlər var. Editləməyib paylaşacağam, həmişəki kimi, elə özdə daha yaxşı olur. Misal üçün, o məndə də yaşamışdı uşaqlar. Bunu desəm bir dəfə də demişdim. Yəni, mənim özüm 589 yığmışam, düzdür. Amma mənim nə qədər kömək elədiyim yoldaşlarım ki var, halal xoşları. Misal üçün, mən onlara çox kömək oldum da və nəticə olaraq imtahandan sonra onlar məndən yüksək bal topladılar. İnsan onların adına sevinir, düzdür. Amma özünün çəkdiyi əziyyətin qarşılığını görməyəndə uşaqlar bilirəm, həqiqətən də demotivated olur. Yəni, bəziləri düşünür ki, ay bu uşaq qabaqdan gəlmişdi eləyir, ona görə nəticə çıxan kimi boş-boşuna ağlayır, belə elə. Amma elə deyil, insan ağlayır, əziyyətinə ağlayır. Həmçinin mən özüm də, yəni bu il qədər ağır vəziyyətə düşdüyüm olmamışdı. Əslində qalanda nə olub ki, dünyanın axırı deyil də, şagirdlər imtahan veriblər və bu imtahan hər il onsuz təkrarlanır. Amma nəticəsinin bəhrəsini görə bilməmək, hələ özüm şagirdlərə görə çox pis olur. Amma nəticə çıxır, hər şagird yenə, əksər şagird ağlaya-ağlaya səs alır ki, mənimə.
belə olmamalıydı. İngilis dilindən mən bu qədər bal yığırdım. Hətta 80 balı keçməyən 100 bala namizəd şagirdlərimdən var idi. Dinləməni eşitmədiyinə görə, yəni dinləmənin balı onda çıxmışdı da. Çünki bilirik ki, açıq sualların da balı daha çoxdur. Və 3 açıq sualı yazmadıqsa, avtomatik 16 balın getmiş olur. Təxmini 16 bal olmalıdır. Ona görə biraz ümidsiz davam edirik bu hazırlıq, belə deyim də, məsələlərinə. İçin mən qarışıq, inanın, yay qruplarına düzdür, şagirdlərə çox bildirmirəm. Amma özüm də, məsələn, keçən il daha belə həvəsli idim. Nəsə izahlar çəkim, paylaşım. Düzdür, 9-lara bacardığım qədər dəstək oldum. Daha yaxşı, yəni performans ola bilərdi. Sadəcə həqiqətən də insan özü içdən çox tükənmiş kimi hiss edir. Çünki istədiyi əziyyətin qarşılığını, belə deyim, səndən asılı olmayan səbəbdən görməyəndə insan biraz qəribə olur. İnşallah ki, toparlayarıq. İnşallah ki, gələn il bu dediyimiz problemlər yaşanmaz. Amma imtahan nəticələrindən sonra görürəm ki, şagirdlər heç bloka fokuslamaq istəmirlər, hazırlığa getmək istəmirlər. Nəyə görə başım çıxmır? Yəni, dünyanın axırı deyil ki, yəni, o yaxşı, sən 280 plus 300 bala namizəd şagird idin, 270, 260, nə bilim, 250. Axı, sənin burada blokun da var. Yəni, bloka hazırlaşmağa qəti şəkildə axsatmayın uşaqlar. Yəni, müəllimlər daxil yorula bilərlər. Xüsusilə də sizin belə olmanız müəllimin özünə də təsir eləyir. Dərs keçmə üsuluna da təsir eləyir. Siz özünüz də həmçinin, yəni, bu günlər bilirsiniz ki, keçib gedəcək. Yəni, qutarır, imtahan oldu, qutardı, cavabları da çıxdı, getdi, balını bildin. İndi nə etməlisən? Məqsədin olmalıdır, qabaq düşünməlisən ki, mən istədiyim yerə neçə bal yığmalıyam ki, blok imtahanında, belə deyim, fikrimizə sizə çatdırım. Yəni, maksimum öz hədəfinizin ardınca getməyə çalışın. Nəsə bir danışanda, bir söhbət olanda, hər dəfə bu buraxılış haqqında danışılanda kövrəlməyi falan qoyun kənara. Yaxşı, özünüzə günah eləmiş olursunuz. Çünki bu ayların həqiqətən də bu aylar bir də geriyə gəlməyəcək. Yəni, məzuniyyət hazırlıqlarına da baxın, düzdür, o da ömrünüzdə bir dəfə olan bir şeydir. İnşallah hər şey ürəyinizcə olar, ürəyinizcə də keçər. Partidə həmçinin, amma yəni, bu o demək deyil ki, siz blok hazırlıqlarını axsatmalısınız. Bir tərəfdən düşünürəm ki, nə yaxşı blok imtahanını, yəni blok müəllimi deyiləm də, həqiqətən tükənərdim ki, tutaq ki, Azərbaycan dili müəllimiyəm də, buraxılış fənnində həm də riyaziyyat olsun, ən çox da Azərbaycan dili. Buraxılış müəllimiyəm və şagirdlərim, yəni o qədər savadlı müəllimlərin nəticələrini görürəm də, nə qədər müəllim o Azərbaycan dilinin suallarına görə 100 balı qaçırdı. Yəni, düzdür, 97 balı məndə maşallah çoxdur, 97-lər, 100 var, amma səhv eləmirəmsə bir dənə olmalıdır. 97-lər, 95-lər, yəni bir səhvlər o qədər çoxdur ki, yəni o naşükürlük deyil, amma insan özü də öz layiq olduğu, belə deyim də, nəticə olmayanda demotivated ola bilir. Yəni, sizlə bərabər biz də özümüzü belə hiss edə bilirik. Amma ümumi baxın ki, ümumi vəziyyət belədir. Yəni, məncə biz naşükürük və şükür eləməyi bacarmalıyıq deyə düşünürəm. Düzdür, bunu özümdə də çox danışıb, özüm danlayıb o nəticəyə gəlirəm. Amma ki, yəni, nə etmək olar? Əldə elədiyimiz nəticəyə artıq, ondan belə deyim sizə, əldə elədiyiniz nəticədən, yəni ümumiyyətlə imtahandan sonra belə bir nəticəyə gəlməlisiniz ki, nəhayət fikrimi çatdıra bildim. Hansı səhvləri eləməməlisiniz? Misal üçün, səhv ola bilər ki, elə şagird var ki, bazar gününə hazırlıq salıb və OTK-nın imtahanı, ümumiyyətlə imtahanlarda iştirak edə bilməyib. Bu nədir? Bu, zaman bölgüsündə problem yaratmaq deməkdir. Bu, diqqətsizlik səhvi deməkdir. Bax, o səhvlər olmasın və siz bilirsiniz ki, buraxılış belədirsə və bu il şagird müraciəti o qədər çoxdur ki, mütləq ki, blok imtahanı da çətin olma ehtimalı var. Mütləq şəkildə həftə sonlarınızı imtahanlara saxlayın. Yuxunuza, həmişə deyirəm, öz rejiminizə fikir verin. Yəni, səhər tezdən durun, amma gecə yarısı oturub dərs oxumaq, çalışmaq düzdür. Mən şəxsən beynim gecə yarısı daha yaxşıdır, işləyir. Amma nə edir? Sonradan sonra sənin səhhətində problemlər yaratmağa başlayır. Sonra nəyə gedirsə hamısında deyir rejimsizlik, bütün müəllimlərdə olan ortaq problemlərdir, belədir, elədir. Nədir problem? Yuxusuzluq, rejimsizlik. Ona görə rejiminizi mütləq şəkildə, belə deyim, qaydasına salın ki, diqqətsizlik səhvləriniz olmasın. Həmişə onu demişəm, ümumiyyətlə bundan sonra da çalışın ki, OTK imtahanlarında, OTK olması, ümumiyyətlə sınaq imtahanlarında da bir fəndən ibarət quizlər işləməyin. Plusda mövzu sınaqları olan imtahanlara getməyin.
ümumi sınaqlar olan belə deyim imtahanlarda iştirak edin. Ümid edirəm ki, hər bir şagird onsuz proqramı yekunlaşdırmaq üzrədir. Ona görə çalışın ki, müraciət etdiyiniz sınaqların hər birində ümumi sınaq olsun ki, siz hər tərəfli fikrinizi toparlayıb bu belə deyim də sınaqda həm vaxtınızı idarə edə bilərsiniz, həm də bütün mövzuların yekunu olaraq belə bir məxrəcə gəlib çıxın ki, aha, bu bölmədə boşluğum var. Deməli, nə etməliyəm? Bu sahədə mən olan testləri çox işləməliyəm. Ya da müəllimdən tələb eləməliyəm ki, müəllim, zəhmət olmasa bu sahə ilə bağlı izahlarım ya mənə atın, YouTube-da izah varsa, ya özünüz izah edin, ya testlər işləyək. Yəni, blok imtahanına həqiqətən də yola verməməyiniz lazımdır. Və 2 dəfə nə olsun ki, bu şans 2 dəfədir. Bəlkə ola bilər ki, birinci şansda istədiyim balı yığdın, heç ikinciyə ehtiyac olmadı. Ona görə özünüzü toparlamaq lazımdır. Şagirdlər, inanın ki, bu imtahan nəticəsi sizə bircə il lazımdır. Bircə il bu söhbət bəlkə olar. Hətta deyərdim ki, birinci kursun, birinci semestri bitənə qədərdir. Yəni, bu bal məsələləri. Sonra deyəcəksiniz ki, yəni, nəyə lazım idi o qədər əsəbləşdim, o qədər stres keçirtdim, ağladım, ya nəsə özümü nədənsə məhrum elədim. Yəni, belə şeylərə diqqət edin. Nəsə özüm də içimdən narahatlıq keçirdirdim ki, yəni bütün şagirdlərim də elədir. Heç belə deyim, nə üzləri güləcək, belə çökmüş kimi, amma belə olmamalıdır. İnşallah özümüzü toparlamalıyıq. Tam belə deyim, motivasiya ilə. Motivasiyanı demişəm, çox gözləməyin. Motivasiya oldu, olmadı, özünüzü məcbur eləyin. Disiplinlə dərslərinizə eyni formada, bəlkə də ondan artığı şəkildə davam. Havalar da yaxşılaşır, vaxtınız olduqca havada da vaxt keçirməyi unutmayın. Çünki həqiqətən də bu vaxtlarda özünüzə də zaman ayırmağa ehtiyac var. Stres hamıda olur. Ən gərgin vaxtlardan biri də elə sizin, xüsusilə də 11-ci siniflərin bu son 1-2 ayda olan vaxtlarıdır. Yəni, inanın ki, bilirsiniz ki, 1-2 aydan sonra artıq hər şey tam da, belə deyim, düzəninə oturacaq, hər şey də yaxşı olacaq. Yəni, heç nə sizin beyninizdə qurduğunuz qədər və yaxud da beyninizin şüur altınızda böyütdüyünüz qədər deyil. Yəni, bunu heç unutmayın. Yəni, yaxşı fikirləşin ki, yaxşı olsun. Çünki siz insan beyni o qədər negativ şeylər, ümumiyyətlə şüur altı çox pis bir şeydir. Yəni, o qədər negativə köklənirsən ki, mən buraxılışda belə yazdım, pis yazdım, blokda belə olacaq. Ümumiyyətlə, buraxılışda yazdımsa, belə yazdımsa, blokda nə olacaq ki? Niyə hazırlaşıram ki? Bu tipdə olan şagirdlər də 100% var. Amma qəti şəkildə elə düşünməyə ehtiyac yoxdur. Yəni, sizin belə düşünməyiniz sizi yalnızca geriyə atar. Nəinki sizin öz dərs məsələlərinizdə, şəxsi məsələlərinizdə də belədir. Yaxşı, belə deyim, hadisələrə fikir verin, yaxşı şeylərə odaqlanın. İnşallah ki, yaxşı da olacaq. Dediyim kimi, dərslərimizə davam edirik. Eyni formada, daha da güclü formada, disiplinli formada dərslərimizə davam. Hamısına bərabər hüquqlu şəkildə hazırlaşırsınız. Ay, mən misal üçün özümdən danışıram. Tarixə nifrət eləyirdim. Hansı ki, indi də o fəndə nifrət eləyirəm. Heç xoşum gəlmir. O qalan yerdə, oradan o qədər boşluqlarım var. Gedirdim, riyaziyyat yazırdım. Niyə də? Yəni, niyə? Ancaq riyaziyyat, ingilis dili, Azərbaycan dilində dərsdə öyrənirdim. Mən evdə çox da test işləmirdim Azərbaycan dilindən. Nə oldu? Gəldi yenə imtahanda məndə tarixdən vurdu. Yəni, nədə yaxşısınızsa, onun üzərində çox fokuslanmayın. Yəni, o gələcək sahələrdədir. Bəli, mənim bu sahəyə, misal üçün, mənim ingilis dilim yaxşıdır. Bəli, ingilis dilindən olan həvəsimə fokuslanıram, o sahəyə yönəlirəm, müəllim oluram. Amma imtahan prosesində belədir ki, sən bərabər hüquqlu şəkildə ona uyğunlaşmalısan ki və hazırlaşmalısan ki, nəticəndə ürək açan olsun. Yaxşı, özümüzü aldatmırıq, bacardığımız qədər tapşırıqlarımıza vicdanlı, mərifətli şəkildə, köçürmədən hazırlaşırıq. Yəni, müəlliminizi heç aldatmırsınız. Yəni, özüm kimi digər müəllimlər də bilirəm ki, bir baxışınızdan bilirik ki, köçürmüsünüz ya köçürməmsiniz. Sadəcə qürurunuzu bəzən incitmək istəmirik ki, indi şagird də səhv eləyib, ən azından dərsdə öyrənsin. Elə şagirdlər də olur. Amma düşünün ki, bu günlər bir də geri gəlməyəcək. Yəni, mən istəmirəm ki, siz 2-3 ay sonra peşmanlıq üçün peşman olub ağlayasınız ki, kaş sözün, yəni özünüzə deyəsiniz ki, kaş daha yaxşı hazırlaşardım. Ona görə o sözü deməmək üçün tam qaz devam, başlayırıq hazırlaşmağa, özümüzü toparlayırıq. Artıq buraxılışın imtahanını verdiniz. Mən şəxsən şagirdlərim onsuz güldən ağır söz deməmişəm və onlara ümumiyyətlə lap izləyicilərim olsun. 1 qram sevgim, belə hörmətim belə azalmayıb və bütün müəllimlərdə də bu belədir. İstəyərdimi daha yaxşı olsun? Bəli, niyə istəməyək? Amma ki, nə etmək olar? Yəni, həyəcanımızı idarə eləmək cəhətdən və yaxud da biraz stresə düşəndə diqqətsizlik səhvlərimiz çox oldu deyə oldu bu nəticələr. İnşallah ki, yaxşı olar deyək və həqiqətən bu il nəticələr çox möhtəşəm idi. Mən belə deyim,
şagirdlərin özünün də imtahanın bu qədər qarışıq olduğu halda hələ adi 280 plus şagirdlər o qədər çoxdur ki, yəni onlara halal olsun. Yəni mənim ümumiyyətlə nəinki 280, 270 plus yığan şagirdlərə burada sözüm odur ki, siz keçən ilin 300 bal yığmışları qədər varsınız. Yəni onu özünüzə, yəni özünüzü belə deyim, başınızı aşağı salıb ya da belə pis olmayın ki, bu bal oldu. Xeyr, yəni 300 bal yığmış kimisiniz bizim üçün. İnşallah da eyni motivasiya və disiplinlə də davam eləsəz, daha da yaxşı olacaq və ümid edirəm ki, gözəl xəbərlərinizi, gözəl arzularınızı hər birinizdən eşidəcəm. Nəsə istədim ki, belə bir video sizinlə paylaşım. Siz də fikirlərinizi və yaxud da hansı səhvləri eləmisiniz, buraxılışda, blokda eləməyəcəksiniz. O haqda fikirlərinizi paylaşsaz xoş olar. Hər birinizə uğurlar.